Değerli dostlar, yeniden her birinizi salamlayıram. Bu videodan da her birinize hoş gördük. Daha bir Opel göstereceğim. Opel'in o kadar yeni modelleri var ki, Opel Mokka 2023 ildi. Bu da 1.2 motordu. 72 bin sürülüb artıq. Ama bu ürün dizaynına bakın, görün ne güzeldi. Belə dostlar, bugün sizlere ancaq Opel'lerden çəkirəm. Niye? Çünkü bu cərgədəyəm. Daha maraqlısını da görsənəcəm, baxarsınız. Hansı avtomobillərdən istəsəz bizə müraciət edərsiniz. Çəkib göstərərəm sizlərə. Sifariş vermək istəyən olsa bizim səhifələrdən bizlə əlaqə saxlayın. Avto Amerikanın YouTube, Instagram və TikTok səhifələrindən əlaqə nömrələrimiz var. Buyurub müraciət edə bilərsiniz. Dostlar, bu avtomobilimiz də Mokka'da, Opel Mokka. Bizdə belki de tanınmamıştı, ancaq burada çok yeni modellerdi, 24 modeldi. Düzdür, sürülübdür, Mercedes servis özü satır. 1.2 avtomatikdir. İstəsəz müraciət edin, birbaşa sizlərə göstərə bilərəm. Bu birisi Opel'imizi de görsədim. Onu da indi bunun da ürün informasiyasına baxaq. Sonra məlumatını verim sizlərə dostlar. Dostlar, bunun da ili 2023'dü. Çok az sürülübdür. 4950 kilometre yol sürülüb. Fulludur. Ancaq mexanikadır. 1.2 motordur. Opel Crossland. Adları da modellerini de düzgün bilə bilmirəm. Təzə baxıram bu avtomobillərə dostlar. Bu yüzden buyurub kimə ehtiyac olsa bu veya diğer avtomobiller, hələ ki Almaniyadayıq. Virges şəhərindən hər birinizi salamlayıram. Buyurun, bu avtomobilimizə də baxan. Full variantıdır, versiyasıdır, ancaq mexanikadır. 3 avtomobili çəkdim dostlar sizlər üçün. Avtomobil almaq istəyən dostlar müraciət edeyim sizlərə. Mercedes servizdəyik hal-hazırda. Buradan sizlər üçün bir neçə avtomobil çəkdim. Buyuruq, baxıb müraciətinizi gözləyirəm hər birinizə. Səhifələrdə nömrələrimiz var dostlar. Video çəkilişdə bir kusurlar olsa üzürlü sayın. Geniş plandan götürüm, hansı avtomobil istəsəz bizə müraciət edə bilərsiniz. Biz sizlərə daha əlavə avtomobiller tapıb seçib göstərə bilərəm. Hər birinizi Virges şəhərindən salamlayıram. Azərbaycana uzaq dolu salamlar. Dostlar, sağollaşıram. Bu videonu da kısa çəkirəm. İstədiyiniz avtomobil olsa müraciət edeyim bizlərə. Sizə avtomobil seçimində yaxından köməkdarlıq göstərə bilək. Hələlik sağ olun. Növbəti videolar üçün gözləyin. Videolarımız gələcəkdir.